bir sistem tənliyimiz var. Biraz çətin görünsə də əslində çox sadə bir sistem tənlikdir. Sadəcə bir məsələ var ki, onu görməyiniz önəmlidir. Bu tip misallarda əvəz etmə üsulundan istifadə etsək, daha rahat formada həll etmiş olarıq. Əvəz etmə üsulunu necə istifadə edirəm burada? İkinci tənlikdə görürəm ki, hər biri cüt ədəddir, hər biri o zaman 2-yə bölünür. İkinci tənlikdə hər birini 2-yə bölsəm, 2x üstə gəlinsin y bərabərdir 7 alaram. Daha sonra buradan y-i əvəz etsəm, 7 çıxılsın 2x alınar. Daha sonra isə bunu burada y-in yerinə yazıram. X kvadratı üstə gəlinsin 2x, üstə gəlinsin y-in yerinə 7 çıxılsın 2x yazıram. Bərabərdir 11-ə. 2x-lar mənfi müsbət islah olunur. X kvadratı bərabərdir 7-ni digər tərəfə keçirsək 11 çıxılsın 7 eləyər 4. Deməli x kvadratını 4 aldıq. Buradan x-ə 2 dənə qiymət alırıq. Mənfi 2. Bir də x2-miz müsbət 2. Daha sonra nə edirik? Burada hər birini yerinə qoyuruq və y1 ilə y2-nin qiymətini tapırıq. y1-imiz olacaq 11 üstə gəlinsin 4. Bağışlayın. 7 üstə gəlinsin 4, 11 və 7 çıxılsın 4, 3. Deməli, mən cavab olaraq götürəcəm. Mənfi 2 verəndə 11 aldı. Müsbət 2 verdiyim zaman isə nə aldı? 3 aldı. Bu da bizim sualımızın cavabı.